Bu ölkədə gəlin bazarı var. Evlənmək istəyən gənclər qızları bu bazardan pul ilə alırlar. Analar 16 yaşından yuxarı subay qızlarını bu bazara gətirir. Onlar üçün pul ilə həyat yoldaşı, yəni ər axtarırlar. Toy günü evlənən gənclərin şəkilləri evlərinin önündən asılır. Oğlan evinin adamları rəqs edə-edə gəlinin bütün əşyalarını, geyimlərini yol boyu nümayiş etdirərək qız evinə gəlir. Qız evində isə təntənəli şəkildə gəlinin yuyunma ritualı həyata keçirilir. Çox qəribədir ki, bu ritual hamının gözü önündə həyata keçirilir. Gəlin yuyunur, sonra isə rəqs edir. Axşam xına mərasimi keçirilir. Nəhayət sonda isə böyük toy baş tutur. Bura Bolqarıstanın qaraçılar yaşayan vilayətləridir.